Hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Başlayaq sualların izahına. Hansı cümlədəki fe'li sifət keçmiş zaman məzmunu bildirir? Yadda saxlayaq. Fe'li sifət heç vaxt zamana görə dəyişməsə belə, fe'li sifətin şəkilçilərində zaman məzmunu var. Yadda saxlayaq nəyi? An, ən fe'li sifət şəkilçisi olaraq indiki zaman məzmunludur. Mış, miş, muş, muş. D üstəgəl, mənsubiyyət. Bunlar keçmiş zaman məzmunludur. Ası, əsi, acaq, əcək, malı, məli. Bunlar isə gələcək zaman məzmunlu fe'li sifət şəkilçiləridir. Bizdən keçmiş zaman istəyir məzmunu olaraq. O səbəbdən cavabımız olacaq Y variantı. A-da keçmiş zaman şəkilçisi var. Bu məzmun da var əlbəttə ki, amma fe'li sifət şəkilçisi deyil. B-dir, C-dir, D-dir. Burada da məzmun etibarı ilə görürəm ki, keçmiş zamanlıq yoxdur. Hansı variantlarda beyin sözü düz yazılıb? Beyinləri eyni formada idi. Bəli, mənsubiyyət şəkilçisi qəbul edib. Burada niyə düşüm yoxdur? Bəs deyərsiniz ki, beyin sözündə mənsubiyyət varsa düşüm olsun. Beyin sözündən dərhal sonra cəm şəkilçisi samitlə başlayıb deyə. Elə bil ki, aranı kəsib. Yəni, biz artıq burada beyinləri kimi tələffüz edə bilmərik. Yəni, araya birbaşa samit artırıblarsa, o zaman düşüm olmur. Mənsubiyyət gəlsə də düşüm olmur. Davam edək. Deməli, bir düz yazılıb, bir düz yazılıb, bir də üç düz yazılıb. Beynin ölçüsü nisbətən fərqli idi. Burada beynin sözü yiyəli haldadır və yiyəli hal olaraq bilirik ki, saiti düşürmür. 1 və 3 cavabımızdır. Beynim bununla məşğuldur. Burada mənsubiyyət qəbul edib. Mənsubiyyət qəbul edəndə əslində düşməli idi. Beynim yazılmalı idi və yazılmayıbsa deməli səhvdir. Eynən burada da mənsubiyyət varsa beynimiz yazılmalıdır. Yazılmayıbsa deməli səhvdir. Cavabımız C variantı. Sual 3-dən davam edək. Klasteri tamamlayan cümlələri seçək. İsmin xüsusiyyətini daşıyan sifət var. Qocalar bizə örnəkdir. Bəli, burada görürəm ki, sifət ismin xüsusiyyətini daşıyıb. Klasteri tamamlamaq üçün mən düzgün fikirləri seçməliyəm. Cavabımız olacaq Y variantı 3 və 4. Bax, burada da sifət ismin xüsusiyyətini daşıyıb. Burada sifət ismin xüsusiyyətini daşımayıb. Elə bu nədir? İsimdir. Burada da qalib gələnlər. Burada da o mövqe yoxdur. Variant Y variantı. 4-cü sualla davam edək. Sifətləri dərəcələrinə uyğun olaraq qruplaşdırmalıyıq. Cavabımız olacaq C variantı. Adi dərəcəli sifət A, bir də B variantında. Azaltma dərəcəsi var burada bozuntul. Çoxaltma dərəcəsi var burada olduqca rahat. Cavab C variantı olacaq. Hansı cümlədə i şəkilçisi sifət düzəltmişdir? Əlbəttə ki, gərək sifətin sualına cavab versin ki, sifət düzəltsin. Variantımız D variantı. Acı sözlər burada sadə sözdür. Xaqani Şirvani, tariximizi, düzü görməsən. Bəs A variantı niyə olmur? Çünki burada sifət düzəltməyib, sifətə qoşulub. Düz yolu görməsən, səhv yolu tanımazsan. Məsələn, orada deməli təsirli hal şəkilçisi ilə işlənib. Hansı cümlədə saydan sonra gələn ismin yazılışı doğrudur? Bir qədərdən sonra gələn isim təkdə olmalıdır, səhvdir. Bir çoxdan sonra gələn isim cəmdə olmalıydı, səhvdir. Getdik. Bir neçədən sonra gələn isim təkdə olmalıdır, səhvdir. Bir sıradan sonra gələn isim cəmdə olmalıdır. Nəhayət, variantımız D variantı. Xeylidən sonra gələn isim təkdə olmalıdır, səhvdir. Bir yandan boşalır, bir yandan dolur, sirrini vermir sirdaşa dünya. Nümunədəki feillərin təhlilinə aid düzgün fikri seçin. Boşalır, dolur, vermir. Düzdürmü? Cavabımız burada olacaq Y variantı. Düzgün fikir istəyir. Hamısı xəbər şəklindədir. Hardan bildim? Çünki hamısında zaman şəkilçisi var. Quruluşca düzəltmədir. Məsələn, dolur,
vermir, sadədir. Feillərdən biri qayıdış növdədir. Baxıram ki, bu hissədə, baxın, niyə səhvdir? Boşalır, boş, boşalmaq, boşalır. Görürəm ki, heç burada qayıdışın şəkilçisi yoxdur. Çıxdı. Antonim feillər əmr şəklindədir. Xeyr, dedik ki, hamısı xəbər şəklindədir. Feillərin ikisi təsdiqdə, ikisi inkardadır. Mən görürəm ki, burada 3 dənə feil var. Deməli, bu da səhvdir. Cavab Y variantı. Yəni, ikisi belə olmaq üçün 4 dənə feil olmalıdır. Hansı cümlədə tərz hərəkət zərfi yoxdur? Cavabımız olacaq C variantı. Tərz hərəkət zərfi yoxdur, çünki bu feili bağlamadır. Tərz hərəkət məzmununda bir feili bağlamadır. Təkrarən, dahiyanə, yaxşı, təklikdə. 9. Hansı cümlədə qeyri-müəyyən yəli halda olan söz var? Qeyri-müəyyən yəli. Cavab C variantı. Duyğunun orqanları. Yəni, ümumiyyətlə, yaraşdı, yaraşmadı, fərq etməz. Hər bir mənsubiyyətin qabağında yəli hal var. Burada da görürəm ki, görünmür. Deməli, görünmürsə qeyri-müəyyəndir də. Dağın dərdi müəyyən yəlidir. Kitabın vərəqləri müəyyən yəlidir. 10. Cümlələrin birində fərqləndirilən söz zərfdir. Variantımız olacaq D variantı. Əvvəllər, qabaqlar, bunlar zərfdir. Feili bağlamadır, isimdir, qoşmadır, sifətdir. Cavab D variantı.